Şəkinin ən məşhur təhsil ocaqlarından sayılan 18 nömrəli tam orta məktəbin binası 2022-ci ildə sökülərək il yarım müddətinə 4 mərtəbəli 820 şagird yerlik binanın tikilməsi nəzərdə tutulub. Bu müddət ərzində təhsilin məktəbin qonşuluğunda yerləşən liseydə ikinci növbədə aparılması nəzərdə tutulub, lakin yeni məktəb binasının tikiləcəyinə sevinən sakinlərin sevinci yarımçıq qalıb. Belə ki, bina 1-2 mərtəbə tikildikdən sonra işlər dayanıb. Yaxınlaşıram burada işləyənlərə. Burada da heç kəs tapmıram. Burada biri var. Bilmirəm, kimsə qarolçudur, uzaq gedir, yaxınlaşmır, heç bir sorğumuza cavab vermir. Mən də aidiyyatı qurumlara zəng vururam, istəyirəm, onlar da cavab vermir. Amma təxminən nə qədər vaxt edir? 2 ay öncə başladılar, biraz işlədilər, 2 aydır getmir. Bax, göründüyü kimi cəhd eləməyə çalışdıq ki, soruşaq görək, burada hansı tikinti işləri gedir? Heç bir tikinti işi getmir. Gözətçi də bizə qapı açmadı. Valideynlərin sözlərinə görə övladlarını digər məktəbə aparıb gətirmək onlara həm əlavə xərc, həm də başqa problemlərə yol açır. Uşaqlar Allah durub bu ay alacaq, gələn il olacaq, o bir olacaq. Bu da uşaqlar bu ildə qutar məktəb. 2 aydan sonra təhsil başlayır yenə biz liseyin yolunda qalasıyıq. Bu olan şey deyil. Çox çətindir. Uşaqlarımız yol dizdə qalıblar. 2-dən sonra dərs başlayır, gecə getdik 8-də körp uşaqlardır. Bu boyda məktəbin tikilişinin yatması təhsilin yatması deməkdir. Görün nə qədər də təhsil alan uşaqlar var. Görün, öz 18 nömrəli məktəb Şəkidə ən nümunəvi məktəb oldu zamanında, vaxtında. Ən gözəl məktəb oldu. Bir 18 nömrəli məktəb haqqında mən heç nə deyə bilmirəm. Mən hər binanın qabağının içində ağlayıram, injinerlə dalaşmışam. 3 il bundan qabağa 1 il ərzində məktəb sökülüb, yeniləcək adı ilə məktəbi sökdülər, bizi verdilər məktəbin dalındakı liseyə. Artıq 3 ildir zulumdayıq, yenə yayda bir yönü var, amma qış oldu, axşam 7-də uşaqlar dərsdən çıxır, saat 2-də girir, 7-də çıxır. Qaranlıqda hansı valideyn gəlsin uşağını götürsün. Ya məcbur oluruq, tez gəlib götürürük, dərsdən qalır, ya da məcbur oluruq uşaqlara taksi tuturuq. Əlavə pul. Şəki Zaqatala Regional Təhsil İdarəsindən isə məktəbdə tikintinin nə vaxt bitəcəyi haqda sorğumuza açıqlama verilmədi.